Hamıya salam uşaqlar. Bugün həndəsə 9-cu sinif buraxılış imtahanında riyaziyyatdan düşən sualları izah edəcəyik. Əvvəlcə 57-yə baxırıq. A və B ədədlərindən ortaq olmayan sadə vuruqların hasili S olarsa ifadəni sadələşdirin. Biz düstur olaraq bilirik ki, əküb AB bölünsün, əbəb AB S-yə bərabərdir. Yəni ortaq olmayan sadə vuruqların hasilinə. O zaman S vurulsun. Bu ifadəni belə yazıram. S üstə yayılsın 1. Buranın da S-lər gedir. Cavab qalır. S üstə yayılsın 1. Y bəndi. Sadə vuruq dediyimiz zaman bu üst qüvvətləri toplamaq lazımdır. 3 topla 5 topla 7. Cavab olur 15. A bəndi. M ədədinin n faizi ilə n ədədinin n faizinin cəmini m və n-li ifadə edin. M ədədinin n faizini belə tapırıq. N ədədinin m faizini isə belə tapırıq. Toplayanda alınır 2mn bölü 100. 2 ilə 100-ü ixtisar aparıram. Mn bölünsün 50. Cavab oldu A bəndi. 60'da şəkildə görürük ki, A və B bir-birinə paraleldir. Bura 48 dərəcədirsə, buradakı olan bucaq 180-48'dir. Yəni 132 dərəcədir. Və bu iki bucaq da qarşılıqlı bucaqlar olduğu üçün beta 132 dərəcəyə bərabər olmalıdır. C bəndi. 50-yə bölünən neçə üç rəqəm ədəd var? Bunu bir düstur kimi yadda saxlaya bilərsiniz əslində. 50-yə bölünən ən kiçik üç rəqəm ədəd hansıdır? 100. Bəs ən böyük hansıdır? Bunu da özünüz hesablayırsınız ki, tapırıq ki 950'dir. İndi düstur başlayır buradan. Ən böyükdən, yəni 950'dən, ən kiçik, yəni 100'ü çıxıram. 50'yə bölünən dediyi üçün 50'yə bölürəm. Mənim parçam hal-hazırda belə görsənir. Baxın, 100, 950. Hər ikisi də parçaya daxil olduğu üçün topla 1 yazıram. Olur 850 bölü 50 topla 1. Bu olur 17, 17 topla 1, 18. C bəndi. 62'də A və B 48'dir və A üstəgəl B cəminin ən böyük qiymətini istəyir. Bunu yadda saxlayın ki, ən böyük qiymət istəyirsə deməli A vur B. Yəni bu vuruqlar bir-birlərinə olduğu qədər uzaq olmalıdır ki, nəticədə gəlib böyük çıxsın. Hansı hallar var onlara baxaq. 1 48, 2 24, 3 16, 4 12, 6 8. Toplayanda görürəm ki 49 eləyir, digərləri 49'dan aşağıdır. Deməli cavab olur 49. 50% 80 qram duz məhluluna 120 qram su əlavə olunsa neçə faizli məhlul alınır? Bunun birinci yolu düsturdur. Neçə faizli məhlul alınır deyəndə duz bölünsün məhlul vurulsun 100%. Mənim məhlulum 80 qram üstəgəl 120 qram, yəni 200'dür. Duzu tapmalıyam. 50%-i 80 qram duz məhlulu deyir. 80-50%-ni tapıram. Olur 40. Bu 40'ı duzdursa 80 çıxır 40. Digər 40 isə nə olacaq? Su olacaq. Mənə duz lazımdır. 40 bölü 200 vur 100. Cavab da olur 20%. Bu birinci yolu idi. İkinci yolu isə daha rahatdır. Şəkil çəkmək. 50%-li gəlin yerini düzəldək. Aşağı qram yazın həmişə çalışın. Bura 80 qramdır. 50%-lidir. Bura 120 qramdır. Yadda saxlayın. Əgər məsələdə sudan söhbət gedirsə, biz o zaman yuxarı 0% qeyd edəcəyik. Neçə faizli məhlul alınır? Faizi bilmirəm. 80 ilə 120-ni toplayıram. Olur 200 qram. İndi yazırıq buradan. 80 vurulsun 50. Bölünsün 100. Topla 0. Bərabərdir. 200 vurulsun x. Bölünsün 100. 100'lər ixtisar gedir. Alınır. 4000. Bərabərdir 200 vurulsun x. X də bərabərdir 20%. Yəni cavabımız olur C bəndi. Trapesiya çəkirik bir ədəd. Orta xətti 6'dır. Buranı A, buranı B, yan tərəflər isə C və D ilə işarə edirəm. Mənə verib ki, yan tərəflərin uzunluqları cəmi 14'dür. Yəni C topla D mənə verir 14'dür. Orta xəttinə düsturunu bilirəm. A topla B bölü 2 6'ya bərabərdir. O zaman A topla B də 12'ni verəcək. Şəkildən görünür ki, C topla D 14, A topla B 12'dir. Perimetrini istəyir. Perimetr də tərəflərin cəmidir. A topla B topla C topla D. 12 topla 14 bərabərdir 26'ya. Cavab D. Baxaq. A bucağını alfa ilə qeyd edək. D bucağını isə beta ilə. Və mənə göstərir ki, şəkildə ANB, BNC və CND bir-birinə bərabərdir. Bunlara da bir qamma deyirəm. İndi mənə qalıb ki, bu ikisini tapım.
Üçbucağın daxili bucaqların cəmi 180 dərəcə xassəsindən istifadə edib qammanı tapmaqdır. Necə eləyəcəyik onda? Fikir verək, sanki A-ın B-ni burada mən ayırım. Buradan bir bucaq çıxardım. Bura alfadır, bura qammadır. Gördüyünüz bu bucaq xarici bucaqdır. Xarici bucaqda nədir? Ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni alfa topla qamma. Onda buraya yazıram alfa topla qamma. Eynisi bunun üçün də keçərlidir. Burada yazıram beta topla qamma. O zaman alfa topla qamma, topla beta topla qamma və topla qamma 180 dərəcəyə bərabərdir. Çünki üç bucağın daxili bucaqların cəmi 180 dərəcədir. Olur, deməli 3 qamma topla alfa topla beta bərabərdir 180 dərəcəyə. Eyni zamanda da mənə verib ki, A topla D 30 dərəcədir. Mən A-nı alfa ilə, D-ni də beta-nı işarə etmişəm. Deməli, alfa topla beta 30 dərəcədir. O zaman 3 qamma topla 30 dərəcə 180 dərəcədir. 3 qamma 150 dərəcədir və qamma 50 dərəcədir. Əgər qamma burası 50 dərəcədirsə, geriyə qalan B və C bucaqlarının cəmi mənə verməlidir 180 dərəcədə çıxılsın 50 dərəcə. O da olacaq 130 dərəcə. Yəni cavab A bəndi. Sanki şəkil beləncədir. Buranı verib 50 dərəcə. Bu iki bucaq isə bilmirəm. Məndən bu iki bucağın cəmini istəyir. Bu ikisini tapmaq üçün 180-ə bu bucağı çıxıram. Bunun açılışını bilirik ki, 10A topla B-dir. B-A isə olacaq 10B topla A. Deməli yazırıq. 10A topla B topla 10B topla A. Bölü 2 bərabərdir 99-a. Olur 11A topla 11B. Vuruqları ayıram. 11 vurulsun A topla B. Bərabərdir 99 vurulsun 2. 99 ilə 11 ixtisar edirəm. Qalır 9. Deməli A topla B 9 vur 2-nin 18-dir. Bizə deyir AB ədədinin necə sadə bəyanı var. Yadda saxlayırıq ki, bizə beləsinə verilsə və yaxud da belə verilsə, A və B bir rəqəm ədədlər olmalıdır. Bir rəqəmli. Mən bura 1 qoyasam, B olacaq 17. Sıxışmır. Yəni, hər ikisi bir rəqəm olmalıdır. Ona görə də bir dənə ehtimal var. 9. Çünki 8 qoysam 10 olacaq. 7 qoysam 11 olacaq. 9 ehtimalı sadəcə ödəyir bu şərti. 99. Sadə bölənlərini istəyir. Vuruqlarını ayırıram. 3, 11. 3-ün kvadratı vur 11. Sadə bölən 3, 11. 2 dənə. B bəndi. İfadəsini sadələşdirin. A çıx B, A topla B bərabərdir A kvadratı çıx B kvadratı. T çıx 3 vurulsun T topla 3 bərabərdir T kvadratı çıx 9. T kvadratı çıx 9. T kvadratı topla 9 bərabərdir T üstü 4 çıx 81. C bəndi. Sadəcə bu düsturu götürüb tətbiq edirəm. X və Y ədədləri müsbət olarsa, qiymət həm böyüdür. Yerinə ədəd qoyub hesablaya bilərsiniz. Bu 1 olsun, Y2 olsun. X1, Y2, mənfi 1 topla 2 oldu 1. 1 topla 2, 3, 1 minus 2, mənfi 1. Yəni, böyünü soruşur, cavab 3 alınır. Yəni, D bəndi. Çoxluq sualı. 2 ədəd çevrə çəkirəm. Biri A-dır, biri B-dir. A-dan B-ni çıxanda, yəni bu hissə məndə, sırf bu hissə, məndə verilib ki, 12-dir. Bir də var B. B isə artıq, çoxluğun bütün hamısını nəzərə saxlayır. 8-dir. Mənə deyir ki, birləşməsi 12 topla 8, 20. C bəndi. Vuruqları ayırım. X-in topla 2, çıxılsın X-in. Mən bunu parçalasam, baxaram ki, hər ikisində də X-in var. Bilirik ki, ortada vurma işarəsi varsa, qüvvətlər toplanacaq. Bölmə olsaydı çıxardıq. Toplama işarəsi var deyə vurma ilə yazıram və görürəm ki, hər ikisində də X üstü M var. O zaman bunu mən ortaq vuruq kimi çıxarda bilirəm. X-in, müətərizə açıram, X kvadratı çıx 1. X kvadratı çıx 1 də A kvadratı çıx B kvadratı nəyə bərabər idi? A çıx B, A topla B.
Bu düsturdan istifadə edib vuruqlarını ayırıram. Bitti. Cavab budur. B bəndi. Əvvəlcə bu ifadəni vurub asaq. Baxaq görək nə alınır. A kvadratı çıx AB. Çıx AB çıx B kvadratı. Yekunda alınan A kvadratı çıx 2AB çıx B kvadratıdır. Mənə isə deyir ki, 2 ədinin kvadratı alınsın. 2 ədinin kvadratının alınması üçün A çıx B-nin mərkəzi kvadratını açanda A kvadratı çıx 2AB topla B kvadratı olmalıdır. Amma fikir verirsəz, burada mənfi B kvadratıdır. Deməli, mən bu B kvadratının üzərinə 2B kvadratı gəlməliyim ki, bu mənə versin müsbət B kvadratı. Ona görə cavab olur B bəndi. Düzgün 5 bucaqlının bir təpəsindən çıxan 2 diaqonalın arasındakı bucaq neçə dərəcədir? Əvvəlcə beləncəsini eləyək. 180 vur n çıx 2. Bu, ümumi istənilən çox bucaqlının daxili bucaqların cəmi düsturudur. 180 dərəcə vur 5 çıx 2. Yəni 180 vurulsun 3 bərabərdir 540 dərəcəyə. Bir dənə 5 bucağı çəkirəm. Beş bucaqlının bir təpəsindən çıxan diaqonallar arasındakı bucaq. Və şərhdə oxuyanda baxıram ki, bu düzgündür. Deməli, bunun bütün tərəfləri bir-birinə bərabərdir. 540 dərəcədirsə, daxili bucağını tapmaq üçün bilirəm ki, bunun bütün bucaqları da bir-birinə bərabərdir. Nə edirəm? 540 dərəcəni bölürəm 5-ə. Olur 108 dərəcə. Və yaxud da xarici bucaqdan istifadə edib 360-ı bölərəm 5-ə. Onlar 72 dərəcə. 180 çıx 72 daxili bucaq taparam 108. Aha, bu bucaq 108 dərəcədir. İndi buna baxın. Bu şəkildə görürəm ki, burada bir üç bucaq var. Və bu üç bucaq bərabər yanlı üç bucaqdır. Gəlin bunu burada tezdən çəkək. Bərabər yanlıdır. AA, deməli bucaqlar da bərabərdir. 108 dərəcə. 2 alfa toplu 108 dərəcə bərabərdir 180 dərəcəyə. 2 alfa bərabərdir 72 dərəcəyə. Alfa bərabərdir 36 dərəcəyə. Bu bucaq oldu 36 dərəcə. Eyni şey bu üç bucaq üçün də keçərlidir. Çünki burada 108 dərəcədir. Onda burada 36 dərəcədir. Həmçinin burada 36 dərəcədir. Məndən burada qalan bu teta bucağını soruşur. Yazıram onda 36 dərəcə topla 36 dərəcə topla teta bərabərdir 108 dərəcəyə. Çünki tapmışam ki, bir daxili bucaq 108 dərəcəyə bərabərdir. 72 dərəcə topla teta 108 dərəcədir. Teta da bərabərdir 36 dərəcəyə. Cavabı oldu 36. Ağacın hündürlüyü il ərzində 30% artaraq 65 metr olmuşdur. Ağacın hündürlüyünü bilirdim mən əvvəl. Yox, x-dir. 30% artıbsa, x üstülənsin, x vur 30 bölü 100. Bərabərdir 65-ə. 1,3 x bərabərdir 65-ə. X da bərabərdir 50-yə. Deməli, əvvəl hündürlüyü 50 metr imiş. Düz bucaqlı üç bucaqdan söhbət gedir. Katetlərlə, deməli, iti bucaqlarla 30 dərəcədir. Deməli, digər 60 dərəcə olacaq. Onda bitişik katet, yəni 30'a bitişik katet burası nəzərdə tutulur. Bura. Bura 4 köşə altında 3'dür. Deməli, 60'ın qabağı nəyə bərabərdir? Gəlin burada düz bucağı çəkək. Bura 30 dərəcədir, bura 60 dərəcədir. 30'un qabağı A-dır. O zaman 60'ın qabağı A köşkdə 3'dür. 90'ın qabağı da 2A-dır. Əgər 60'ın qabağı məndə 4 köşkdə 3'dürsə, onun A köşkdə 3'ü bərabərləşdirirəm. Köşkdə 3'lər gedir, A bərabərdir 4 qalır. Deməli, 30'un qarşısı bura olacaq 4. 90'ın qarşısı isə 4'ün 2 misli, yəni 8'dir. İndi bu oxları silək buradan. Mənə deyir ki, median uzunluğunu tap. Hipotenuza çəkilmiş median düsturdur. Hipotenuzun yarısına bərabərdir. Yəni 8'in yarısı, o da mənə verəcək 4'ü. Cavab oldu 4. Parçasında neçə natural ədəd var? Əslində buna oxşar bir sual işlədik. 50'yə bölünən neçə üç rəqəmli ədəd var? Deməli, bunu necə işləyirik? Ümumiyyətlə, 3 dənə halqabamıza çıxa bilər. Yəni, ədədlər bu formada. A da B də daxildir. A daxil deyil, B daxil deyil. A daxil deyil, amma B daxildir. Bu necə həll eləyəcəyik? Bunu həll eləyəndə B-dən A-na çıxıram. Çünki hətta saxlayayım, burada daha böyükdür qiymət. B-dən A-na çıxıram, üzərinə 1 gəlirəm. Çünki hər ikisi də daxildir. Hər ikisi daxil deyilsə, yenə B-dən A-na çıxıram, amma 1 də çıxıram. Biri daxildir, biri daxil deyilsə, sadəcə B-dən A-na çıxıram. Yəni, bu düsturdur, qaydadır. İndi bunu tapmaq üçün nə edəcəm?
Məndə A-nın yerində durub 123, B-nin yerində durub 456. O zaman hər ikisi baxın daxildir. B çıx A topla 1-dən istifadə edəcəm. Yazacağım ona görə 456 çıx 123 topla 1. Cavab da olacaq 334. Uyğun tərəfləri perpendikülər olan bucaqlardan biri digərindən 3 dəfə böyükdür. Qaydaya görə deyirəm ki, uyğun tərəfləri perpendikülər olan bucaqlar ya bir-birinə bərabərdir, ya da ki, onların bucaqlarının cəmi mənə verməlidir 180 dərəcəni. Mənə deyir ki, bucağın biri alfadır, digəri isə 3 dəfə böyükdür, yəni 3 alfadır. O zaman alfa toplu 3 alfa 180 dərəcədir. 4 alfa 180 dərəcədir. Alfa 45 dərəcədir. Deməli, bura 45 dərəcədir. 3 alfa 3 vur 45 135 dərəcədir. Fərqinin modulu neçədir? 135 dərəcə çıxılsın 45 dərəcə bərabərdir 90 dərəcə. Yəni ikinci cavabımız olur 90 dərəcə. Daha sonra 60 ədədi 5-7 nisbətində 2 yerə bölünüb. Biri 5K olsun, digəri 7K olsun. Toplayıram 60-a bərabərləşdirirəm. 12K 60-dırsa, K 5-dir. Deməli, bu 5 vur 5 25, bu da 7 vur 5 35-dir. Böyüyün 6 misli, 35 vurulsun 6, 210. Bir işi adil təklikdə 6 günə, Sami ilə birlikdə isə 4 günə yerinə yetirir. Təklikdə neçə günə yerinə yetirər, mənə lazımdır. Bu da konkret düsturdur. 1 bölünsün Adilin gününün sayı 6, 1 bölünsün Samirin gününün sayı bilmirəm x, vurulsun 1, vurmaya da bilərsiniz, bərabərdir. Birlikdə neçə günə yerinə yetirilərsə ona, yəni 1 bölünsün 4-ə. Yekunda 1 bölü x bərabərdir, 1 bölünsün 4 çıxılsın, 1 bölünsün 6. Orta mərhəzə gətirirəm, 3, 2, 1 bölünsün 12. Deməli, x 12. Deməli, Samir təklikdə 12 günə yerinə yetirir. A 5-in toplayıcı, B 4-in plus 10-dur. Deyir, bunları ardıcıl olaraq 3-ə tam bölünən ədədlərdir. O zaman n ala biləcək qiymətlərin cəmini tapın. Bunu necə edəcəyik? Deməli, 5-in toplayıcı, burada belə bir ehtimal var. Ardıcıl desə belə bir ehtimal var ki, burada 3-ə bölünürsə, əvvəla bunun üzərinə 3 gəlməliyəm. Yəni, belə deyək də, ardıcıl desə belə, bilmirəm, A böyükdür, yoxsa B böyükdür. Və burada 3-ə bölünürsə, mütləq üzərinə 3 gəlməliyəm ki, bunun 3-ə bölünməsinin qarantiyasını verim. Ona görə də bir dəfə A-nın üzərinə 3 gələcəm, onu B-dən böyük eləyəcəm. Bir dəfə də A-nı saxlayacam, B-nin üzərinə 3 gələcəm. B-ni A-dan böyük eləyəcəm. Çünki dəqiq bilmirəm hansı böyükdür. Ona görə də hər iki ehtimalda yoxlamaq lazımdır. Yəni, birinci olaraq bunu yazıram, ikinci olaraq isə bunu. Buradan hesablasaq, 5-in topla 5 bərabərdir 4-in topla 10. N bərabərdir 5. Buranı hesablasaq, 5-in topla 2 bərabərdir 4-in topla 13. N də bərabərdir 11. Bizdən N ala biləcəyi qiymətlərin cəmini soruşur. 5 ilə 11-in cəmi də 16 verir. Düzgün çoxbucaqlının diaqonallarının sayı tərəflərin sayından 2 dəfə azdır. Və mənə verib ki, perimetri 48-dir. O zaman bunun tərəfinin uzunluğunu tapın. Çoxbucaqlının ümumi diaqonallarının sayının düsturu. N vurulsun, N çıxılsın, 3 bölünsün 2. Bunun sayı, tərəfin sayı mən N qəbul eləmişəm. 2 dəfə azdır. Yəni, N bölü 2. 2-lər gedir. N kvadratı çıxılsın 3N bərabərdir N-ə. N kvadratı çıxılsın 4N bərabərdir 0-a. N vurulsun, N çıxılsın 4 bərabərdir 0-a. Tərəf 0 ola bilməz, onun üçün bunu qeyd eləmirəm də. Deməli, N 4-dür. Məndə tərəfin sayı var. Deməli, bu 4 bucaqlıymış. 4 bucaqlının perimetri də 48-dir. Məndən tərəfini istəyir. Yəni, 4 vurulsun A 48-dirsə, A olacaq 12. 2 natural ədədin hasili, yəni A vurulsun B, 735-dir. Ortaq olmayan sadə vurğuların hasili, yəni C, 15-dir. Mənə deyir ki, əbob AB-ni tapın. Bu konkret düsturdur. Əbob AB bərabərdir. Kökün altında A vur B, yəni ədədlərin hasili bölünsün C, yəni ortaq olmayan sadə vurğuların hasili bərabərdir. Kök altında A vur B 735, C 15. Kökün altında 49, o da bərabərdir 7-yə. Bu qədər idi izahlar. İnşallah bəyənmişsinizdir.